Ay Ülvi xanım, deməsiz məndə təzə travma yaranıb. Keçən dəfə metro dayandı, 1-5 dəqiqə. Day mən içəridə nə vəziyyətə qaldım. Allah bilir day bu məndə nə boyda travmadır. Mənim həyatımı məhv eləyəcək bundan sonra metroya, day nətər gedib gələcəm işə gücəmə. Bəzi travma, yəni bildiyimiz bir şəkildə elə hər dəqiqə yaranmır, hansısa hadisədən sonra meydana çıxmır. Travmanın özünün zamanı, müddəti, öz bəlli tarixçəsi var. Sizin yaşadığınız hadisə post-travmadır. Yəni əslində sizə bunun daha əvvəldə, uşaqlıqda, psixoanalitik yanaşıqda daha əvvəl dönəmlərdə bunun kökü, əvvəli, əzəli olub ki, indi bu hadisə nəticə olaraq meydana çıxır. Məsələn, müharibə travmaları post-travma olaraq dəyərləndirilir. Və bir çox hadisələr var, qəzalar var. İnsanlar deyirlər ki, filan yerdə, filan vaxtda qəza oldu və o qəzadan sonra mənim həyatım dəyişdi və bu mənim həyatımda çox travmatik nəticələr verib. Bəli, nəticələr verə bilər, amma bu travma deyil. Psixoloji yanaşmada travma tamam başqa bir aspektə, tamam başqa bir mənaya malikdir. Sözün kökünə baxsaq, qədim Yunan sözdür, zədə, yaralanma kimi mənaları var. 20-ci əsrin əvvəllərində Freud bunu psixoloji olaraq mənalandırdı və Freud dedi ki, bu ruhun zədələnməsi, ruhun da bir sərhədləri var və ruh zədə və yara alır. Müasir dövrdə isə biz baxırıq və əslində görürük ki, travmanın müəyyən bir dönəmi var. İnsan travmanı 9 yaşacan alır. Bəzən 7 yaşacan alır. Yəni nədir bu travma, necə alır? Hər yaşadığımız şey onda biz travma deyə bilmərik. Xeyr, xeyr. Belə bir məsələ var, yanaşma var. Uşaq dünyaya gəldikdən sonra 5 yaşa qədər ana ilə bir paradigma içində olur. 5 yaşdan sonra başlayaraq, yəni 5 yaşından uşaq özü ilə ananı ayıra bilmir. Bunu biz əvvəlki videolarımızda demişik. 5 yaşından sonra uşaqda ana ilə ayrılma başlayır. Yəni burada söhbət psixoloji ayrılmadan gedir. Ana yavaş-yavaş uşağın yataq otağını ayırır, uşağın əslində yataq otağını daha əvvəldən ayırmalıdır. Uşağı yavaş-yavaş özündən uzaqlaşdırır, uşağı öz ayaqlarının üzərində durmağa sövq eləyəcək işlər və davranışlar yaradır. Təbii ki, mən bunu əvvəlki videoda dedik ki, baxırıq ki, uşaq yaradırıq, yoxsa şəxsiyyət yetişdiririk. Biz bunu əvvəlki videoda bundan geniş danışmışıq. Bu paradigma içərisində uşaq yavaş-yavaş ana ilə ayrılmanı sağlam yaşadıqda uşağın dünya və həyat haqqında aldığı təsəvvürlər daha az travma ilə öz həyatına əks olunur. Və insanın bu dönəmdə ana ilə sağlam ayrılması, həyata adaptasiyası zamanı insanın şuurüstü ilə şuuraltısının arasındakı sərhədlər olmur. Bizim şuuraltımızla şuurüstümüz bir-birinə qarışmış vəziyyətdədir. Beyin hələ tam formalaşmır, dünya adaptasiya olmuyor. Ona görə də 9 yaşacan şuurüstü tamamilə qapanıb ayrılır şuur üstündən. Özü ayrı bir dünyaya çevrilir və bizim o şuur üstündəki informasiyamız şuur üstündə sonra sizin metroda qorxduğunuz, digərlərinin qəzalarda və yaxud da hansısa bir hadisələrdə aldığı informasiyalar şuur üstündə toplanır. Şuuraltı isə 9 yaşında ayrı bir ölkəyə, ayrı bir dünyaya çevrildiyinə görə dünya haqqında informasiyalar alır və bağlanır. Yaxşı, onda tutam ki, mən hörümçəkdən qorxuram, səbəbini ümumiyyətlə bilmirəm. Bəli. Amma mən özümü biləndən bu hörümçəkdən qorxmuşam. Deməli, bu məndə nə vaxtsa uşaqlığımda unutduğum bir şeydir, şuuraltımda formalaşan bir şeydir. Dediyimiz kimi, o yaşa qədər ki, şuurüstü və şuuraltı bir yerdə idilər, o bir yerdə də şuuraltının özünün qənaətləri var. Məsəl üçün, adətən hörümçək insanın birbaşa direkt hörümçəkdən qorxusu olmur. Hörümçək simvollaşır. Şuuraltı ümumiyyətlə simvollarla işləyir. Məsəl üçün, simvolları biz harada görə bilərik? Yuxularımız. Yuxulardan. Məsəl üçün, yuxularımız barədə çox geniş psixoanalitik yanaşıqda baxıb görürük ki, bizim şuuraltımız tamamilə simvollarla işləyir. Siz əslində şuurüstü olaraq onu rasionallaşdırıb hörümçəkdən qorxursunuz, amma şuuraltı üçün hörümçək köhnəliyin rəmzidir. Nə maraqlı fikir. Ola bilər, hə. Çünki deməli, ola bilsin ki, o şuuraltında sizin o dediyiniz birləşmiş hissə var, ha. O şuuraltı qorxu bəlkə də ananın qorxusudur uşaqda. Şuuraltı formaya düşür. Burada artıq biz arxetiplərlə işlədikdə, sonra nəsil travmalarını işlədikdə biz bəzən bunu ananın və ya valideynin hisslərini və travmaları olduğu qənaətinə gəlirik. Çünki elmi məlumatlar, elmi tədqiqatlar sübut edib ki, uşaq ana bətninə düşdükdən sonra 1 saniyədə 4500, 1 dəqiqədə 250 minə yaxın sinir insana toxunur. İndi təsəvvür edin, insanı bədəndən ayırıb təkcə sinir xəritəsini çıxartdıqda, yəqin ki, siz bunu internetdə, sosial şəbəkələrdə görürsünüz. İnsan sanki bir hörümçək torunun içərisindədir. İnsanın bütün həyata baxışını, sistemini, simpatik və parasimpatik sistemi
bəlirləyir, müəyyənləşdirir. Hətta belə bir sual da var ki, məsələn, niyə eyni evdə böyümüş eyni uşaqlar eyni travmanı almırlar? Çünki fərqli-fərqli simpatik və parasimpatik sinir sisteminə malikdir və o sinir sisteminə görə biz fərqli-fərqli travmalar alırıq. Yəni fərqli-fərqli qənaətlər yaradırıq özümüzdə. Bu fərqli qənaətlər nədir? Məsələn, baxırıq ki, ümumiyyətlə danışsaq ki, yaxşı, bu travmanı aldıq, müəyyən bir dövr keçdi. Bu dövr keçdikdən sonra insan bu məsələlərə yiyələndi. Yaxşı, bu travma bizim həyatımızı necə şəkilləndirir? Necə həyatımıza necə təsir edir? Əvvəl-axır bunu biz nə vaxtsa almışıq, bildik. Bundan sonrakı necə Bəli, olacaq? bəli. Baxın, bu baxımdan bunun bugün biz ekoloji yox, qeyri-ekoloji tərəfindən danışaq. Danışaq görək ki, məsələn, bu necə bizim həyatımızda baş verir? Məsələn, əgər travma varsa, biz özgüvənsizlik, travma varsa bizim sosial fobiyamız var, travma varsa bizim aşırı insanlardan gözləntilərimiz var, travma varsa bizim illüziyalarımız var, travma varsa bizim fantaziyalarımız var və ən pisi isə bütün bu sistem yavaş-yavaş qurulduqca biz bunun psixofizioloji nəticələrini görməyə başlayırıq. Əvvəl ruhumuz xəstələnir, sonra bədənimiz xəstələnir. Əvvəl biz özgüvənsiz halda dişlərimizi bir-birinə sıxa-sıxa iş müsahibəsinə gedirik və bütün hər bir şey bildiyimiz halda yenə də həyəcan keçiririksə, danışa bilmiriksə, 10 il sonra bizim dişlərimizə çürümə artıq bizim həyatımızın bir hissəsinə çevrilir. Çünki biz o dişi sıxmışıq, biz onu məcbur eləmişik ki, həyatla mübarizəyə, bir dişlərimizlə, dırnaqlarımızla, caynaqlarımızla ondan yapışaq. Və müəyyən dövrdən sonra baxıb görürük ki, sümük ağrılarımız var. Müəyyən dövrdən sonra görürük ki, hansısa bir problemlərimiz var. Məsələn, gözləntiləri götürək. Ən ağırı bəlkə də gözləntidir. Bəli. Məsəl üçün, əgər travma varsa, təbii ki, hamımızda var. Travmanın çox aşırı şəkildə insan həyatına təzahürü gözləntilər də özündə verir. Bizim valideynlərimizdən ala bilmədiklərimiz, bizim həyatdan ala bilmədiklərimiz digər insanlara proyeksiya, yəni əks olunur. Məsələn, mən valideynimdən ala bilmədiyimi həyat yoldaşıma əks etdirirəm və həyat yoldaşımın gücü çatmadığı bir şeyləri eləyə bilmədikdə, hətta ailə boşanmalara da gətirib çıxarda bilər. Dava, dalaş, mən sənə filan şey elədim, sən mənə niyə bunu eləmədin? Bəli, bəli. Bu gözləntilər, baxın, gözləntinin özünün psixoanalitik mənasına baxanda, kökünə baxanda biz görürük ki, gözlənti o zaman insanda yaranır ki, biz qarşımızdakı insandan ona həmin şeyləri tələb eləməyə özümüzü haqlı bilirik. Hə. Yəni biz onda elədiyimiz hər şeyi də nəyinsə müqabilində eləyir. Mən bunu eləmişəmsə, bunun əvəzində sən mənə filan şey eləməlisən. Və biz haqq görürük. Və haqq görürük və qarşımızdakını borclu hala salırıq. Biz o borclu hala saldığımızda görə özümüzü haqlı bilirik o gözləntidə və o gözlənti qarşılanmadıqda biz ağır frustrasiya və qəzəbə boğuluruq. Çünki bizim haqqımız verilmir. Frustrasiya, qəzəblə xəyal qırıqlığımızın arasındakı o gözlənti parçalanmasıdır. Çünki qəzəb də var, xəyal qırıqlığı var, könül qırıqlığı var, qəlb var, hər şey var. Onun cəminə frustrasiya deyirik. Bu zaman biz orada özümüzü haqlı bilirik və haqlı bildikdə biz yenə də həmin illüziya, o valideynin balaca uşağına qayıdırıq. Biz yenə də onu əslində fərqinə varmırıq ki, şuuraltımız yenə simvolikasına qayıdıb, onu ata və ana yerinə qoydu. Onu öz həyat yoldaşını, öz həyat yoldaşını, öz uşağını bəlkə də, öz uşağını bəlkə də, öz müdürünü, öz qonşusunu, məsəl üçün qəzəblə deyir, salam verdim, salamımı almadı. Niyə almadı? Bəzən bütün gününü korlayar bu hadisə. Niyə? Çünki orada o gözləntidə şuuraltının özünün tələbləri var. Şuuraltı biz o gözləntilərə sürükləyər, şuuraltı gözləntini böyüdər. Və yaxud da digər bir məsələ bizim özgüvən məsələmizdir. Bəzən olur ki, özgüvən, dəyərsizlik, natamamlıq məsələlərini səbəb olaraq görürük. Amma bunlar səbəb deyil. Bunlar hamısı simptomlar, bunlar hamısı əlamətlərdir. Nəticələrdir. Yəni mən qorxuram özgüvənsizəm. Çünki özümü reallaşdıracağımdan qorxuram. Reallaşdıra bilməyəcəyimdən qorxuram. Mən qorxuram ki, işlərim alınmayacaq, mən orada özgüvənsizləşirəm. Mən orada narahatam, özgüvənsizləşirəm. Mən orada narahatam, dəyərsizləşirəm. Zəncirvarıdır. Və bunlar hamısı zəncirvari domino effekti kimi mənim həyatıma daxil olur. Hətta bu yaxınlarda seansların birində təsadüf elədim ki, introvertliyin kökündə insan qorxusu yatır. Yəni introvertliyə də bir izah verək. Introvertlik nədir? İntrovertlik, insanlar son zamanlar müasir psixologiyada introverti və ekstravert tiplərə bölünürlər. İntrovert özünə qapalı, özünə
daha çox tənhalığa meylli, melanxolik tipdir və bu melanxolik tiplər insan sevməzlər, qələbəlik sevməzlər, məclislər sevməzlər, daha çox tənhalığa meyllidirlər, daha çox evdə vaxt keçirdərlər, sosial fobiyaları yüksək olur. Təbii ki, bunu sosial fobiyalar dəyərləndirmirlər. Nə deyirlər ki, mən introvertəm. İntrovert uzun illər yaradıcı insanların bir növ xüsusiyyət olub, yazıçıların, bəstəkarların, rəssamların. Bu təbii ki, bu bir tərəfdən ekoloji cəhətdən, psixoekoloji cəhətdən yaxşıdır. İnsan cəmiyyətdən qopur və özünə daha çox vaxt olur. Özünə vaxt ayırırmı o insanlar? Özünə yox, yaradıcılığa vaxt ayırır ki, onunla da o əgər ayırırsa, yaradıcılığa ayırmırsa introvertin bir növ bəladır və təklikdir və bu təkliyin kökündə travmatik olaraq insan qorxusu yatır. Buna terapiyalarda mən təsadüf eləyəndə mən həmişə düşünürdüm ki, introvertlik bir seçimdir. Lakin məlum introvertlik seçim deyil, introvertlik travmanın nəticəsidir. Aynen. Travma bizi insanlardan ayırır. Çünki orada insanlardan qorxu yatır. Hə, qorxu nə cür ola bilər? Bəli, münasibət qorxusu ola bilər, münasibətlərin alınmaması qorxusu ola bilər. Orada özümü özgüvənsiz, narahat hiss edəcəm qorxusu ola bilər. Orada özümü öz boş qabımda hiss etmərəm qorxusu olar. Travmaya baxmalıyıq. Biz öz həyatımıza baxmalıyıq. Travma mənim həyatımı necə şəkilləndirir? Ümumiyyətlə mənim həyatım şəkilləndirilir, yoxsa mənim öz ixtiyarımda əlimdədir? Bu ixtiyarımda əlimdə olmanı necə biləcəm? Hə, onu necə ayırd edəcəm? Onu o zaman ayırd edəcəm ki, bu həyatın yüyəni, bu həyatın ipi, bu həyatın idarəsi mənim əlimdə o zaman olur ki, mən istədiklərimin ardınca, arzularımın ardınca maneəsiz gedirəm. İndi burada bizi izləyən, tutalım ki, 18-17 yaşındakı uşaqlar var və onlar ailələrindən asılıdırlar. Bəli. Və qulaq asıdır ki, mənim mamam sizdə olsaydı belə deməzdiniz. Siz mənim yaşadığımın nə olduğunu bilmirsiniz. Axı mən duxum nə gəzir o ananın sözünün qabağına söz qoyam. Bəli. Onlar üçün bu idarəetməni ələ almağın bir üsulu varmı ki, kömək olsun? Əslində istədiyi eləyə bilər, sənin bir izahı varmı onlar üçün? Arzular, hədəflər, məqsədlər travmatik adam üçün anında əldə olunacaq bir şey çevrilir. Onlar sehirli çubuq axtarırlar. Onlar şərtləndirməyə gedərlər ki, mənim anam sizdə olsaydı, siz belə deməzdiniz. Onlar üçün maneələr var, çətinliklər var. Amma hədəf üçün, arzu üçün sevgi qorxudan güclü olmalıdır. Sevginin qorxudan güclü olmasını harda görürük? Ana görsə ki, uşağına ayı hücm edir, ana ayı hücm edəcək. Bu zaman ana heç bir şərtlənməyə getmir ki, ayı böyükdür, balacadır, məni parçalayar. Çünki orada sevgi qorxudan yüksəkdir. Sevginin qorxudan yüksək olduğu yerdə insan hədəfə çatır. Bu anlamda sevgi qorxudan yüksək olduqda mən qarşımdakına səbr eləyirəm, mən qarşımdakını sevirəm və öz hədəfim üçün resurslar yığıram. Hə, mənim indi 18 yaşım var, mən bu evdə yaşamalıyam. Müəyyən bir dövr var, ideal məndən əziyyət çəkmirəm, reallığı dəqiq qavrayıram. Bax, travmanın bir xüsusiyyəti odur ki, travma insanı reallıqdan qoparır. İnsanı reallığı yanlış dəyərləndirməsinə səbəb olur. İnsan baxır reallığa, deyir ki, gedəcəm dalaşacağam, gedəcəm üsyan eləyəcəm. Onun heç bir planı yoxdur. O, tarix boyunca mövcud olmuş plansız, nə bilim, üsyanlar, lazımsız kəndli üsyanları, həmişə məğlub olan üsyanlar. Həmişə məğlub kəndli üsyanlarına bənzəyirlər ki, onların həmişə başçılarını boş yerə edam edirlər. Burada bir plansızlıq var. Bir hadisəyə hazırlaşmaq üçün bəzən 20 il, 30 il lazım olur ki, mən gedəcəm o hədəfimə necə çatacağam. Bəli, ideal mən üçün hədəflər tez-tez dəyişir, həvəsi tez ölür. Çünki orada travma var, davamlılıq olmur, davamiyyət olmur. Bu baxımdan terapiya... Çətinə düşən kimi, mənim işim deyil, işindən tez soyur. Baxın, bu baxımdan mən baxıram ki, həyatın ipi mənim əlimdə deyil, mənim həvəsim tez öldü. Həyatın ipi mənim əlimdə deyil, prokrastinasiya elədim, təxirə saldım. Həyatın ipi mənim əlimdə deyil, mən burada titrəyirəm. Həyatın ipi mənim əlimdə deyil, mən burada özümü çox dəyərsiz hiss edirəm. Həyatın ipi mənim əlimdə deyil, xətrimə dəyilən yerə bir də getmirəm. Bax, bu parnik sistemidir. İnsanlar özlərinə parnik, istixana sistemi yaradırlar travmina. İstixana sistemi nədir? Harada məni pop-poplayırlarsa, məni əzizləyirlərsə, mən orada xoşbəxtəmsə, yoxdur, orada əməyimi də mənimsəyirlər, məndən qurban kimi istifadə edirlər. Amma orada axı məni sevirlər, mən orada istixana şəraiti düzəldim, orada qalıram. Bax, bu travmanın bizim üçün yaratdığı həyat şəraitidir. İstixana şəraitindən çıxıram, qəfil bu iş yeri dağılır, ya nəsə, mən gedib düşürəm daha sərt bir rejimə. Deyirəm ki, ilahi,
bura niyə belədir, mənə zülm eləyirlər. Halbuki o zülm deyil. Ora sənin inkişafın üçün daha böyük strategiyalar və yollar açıb. Problem insanı yonmaq üçündür, düzəltmək üçün. Kim deyir ki, yolları sənin üçün daşdan, kəsəkdən təmizləyəcəklər ki, düz yolla get. Yəni düz yola gedib çatmaq istəsənsə, zəhmət çək bir əyil bu daşı götürsən də kənara qoy. Bəli, bəli. Konfutsi demişdi, yəni qaranlıqdan şikayətlənməkdən sən də bir şam yandır. Heç unutmaram, universitet dövrümüzdə bir rəfiqəmlə belə bir polemik eləyirdik bu həyatın çətinlikləri və digər məsələləri. Xanım mənim üçün çox gözəl bir cümlə dedi, Günay xanım. Dedi ki, biz bura gələrkən bizə nəyi söz veriblər ki? Hə. Bura dediyi yer bu aləmdir. Bəli, yer kürəsi. Bizə nəyi söz veriblər ki? Və bu cümlə mənim üçün çox prioritet bir cümlə oldu və üstündən 20 ilə yaxın keçməni var. Mən bu cümləni unutmuram. Mənə kim nə söz verib ki, mən bu qədər gözlənti içindəyəm, mən bu qədər qəzəb içindəyəm, mən bu qədər inciklik içindəyəm. Nə baş verib? Nə baş verib? Harda nə eşitmişəm? Bizə deyiblər ki, hamımızın içinə eyni şeyi qoymuşuq. Kimin gücü çatır gedib tapıb götürsün. Bəli, bəli. Bu potensial məsələsidir. Və dünyaya hər kəs böyük potensialla, böyük qüdrətlə gəlir. Amma bəzilərimiz o qüdrəti hardasa travmanın kölgəsində əridirik, yeyirik, bitiririk və qum saatı başa çatanda biz qum saatın qırılır və biz gedirik. Bu dünyanı, bu aləmi tərk edirik. Və bu aləmi tərk edərkən bəlkə də bizim üçün dünyada hətta belə bir səhv etmirəmsə dəqiq mənbəni deyə bilməyəcəm. Bir insan ölüb o biri dünyaya getdikdə insan o biri dünyaya ölüb gedəndən sonra, dünyasını dəyişəndən sonra Allah ona potensialını göstərəcək. Deyəcək, bu olacaqdın, sən bu oldun. Hə. Bu baxımdan mən davamlı olaraq insanlara hey deyirəm, əzizim, biraz ayğulaq, travmalarımızdan işləyək. Fərdi inkişaf ağrılı prosesdir. Fərdi inkişaf özünə potensial qoymaqdır. Fərdi inkişaf öz divlərinlə, öz əcdahalarınla üzləşməkdir. Fərdi inkişaf çox geniş aspektli bir prosesdir. Və fərdi inkişafda mühüm bir məsələ var. İki insan tipi var. Bir insan tipi başqalarını günahlandırıb və həyatı boyunca başqalarından gözləndiyi içində yaşayan insanların inkişafı mümkün deyil. Bu insanlar inkişaf eləmirlər. Bu insanların terapiyalar da işə yaramırlar. Çünki onlar üçün həmişə başqaları var və başqaları onların həyatını zəhər eləyib, başqaları onun həyatını korlayıb və bu başqalarıyla müqayisədə özünü kukla elan edir. Məsuliyyət sahibi götürmür, məsuliyyəti elan eləmir özünü. Mən eləməmişəm, bunlar eləyib. Bunlar kuklalardır. Bu adamların terapiyalar, bizim indi danışdığımız söhbət, bunlar heç biri onlar üçün bir fayda vermir. Çünki onlar ancaq başqalarının davasındadılar. O insanlar üçün terapiyalar fayda verir ki, o insanlar üçün belə bir söhbətlərin, fərdi inkişaf kitablarının və digər məsələlərin aktuallığı və dəyəri olur ki, o insanlar öz daxili proseslərinə qulaq asa bilirlər. Öz daxili proseslərini yönələ bilirlər və o daxili prosesə baxır ki, mən indi qərənfillə söhbət edərkən nə hiss edirəm? Bu insanın özündən uzaqlaşmamağı, özünlə təmasıdır, özünü hiss eləməsidir. Və mən bunu belə qəribə bir şəkildə təsəvvür edirəm. İnsan, təsəvvür edirsiniz ki, xaricə yönələndə topa çevrilir. İnsanlar onu istədikləri şəkildə hara yuvarlayırlar, o bir topdur. Və o xaricə yönəlidir. Onu daxildən heç bir hərəkət canlandırmır, hərəkətə də keçirtmir. Amma digər insanlar, onlar artıq ideya sahibidirlər. Onlar topları hərəkətə gətirənlərdir. Yaxşı, bəs tutalım ki, bizim bu söhbətlərimizdən sonra kimsə baxdı, başa düşdü ki, hə, əslində mənim bu davranışımın səbəbi travmalarımdır da, mən o travmalara görə belə hərəkət edirəm. Tutalım ki, bildi. Bilən adam özünə kömək eləməyə çalışmalıdır, yoxsa hardansa dəstək almalıdır? Yüksək iradəli insanlar bizim bu söhbətimiz olsa da olmasa da fərqindəliyi tez başa düşürlər. Onlar iradə sahibi olaraq başa düşürlər ki, nəsə bir proses gedir və bu proses idarə olunmaz hala gəlib. Və bu idarə olunmaz halda o iradəsi ilə başlayır ona qarşı gəlməyə. Bu necə baş verir? Məsələn, baxır görür ki, işi təxirə salır, üstünə gedir. Məsələn, baxır ki, tutalım da, hədəf qoyub ki, 10 günə bu kursda ən yüksək səviyyəyə çatacaq. 10 gün keçir, baxır görür ki, həmin səviyyənin 20% əlindədir. Növbəti dəfə hədəfi, söhbət ağıldan gedir. Növbəti dəfə hədəfi 10% qoyur. Və çatım və o motivasiyanı alım. Sonra kiçik qələbələri qeyd edir insan. Kiçik qələbələr nədir? Kiçik qələbələr odur ki, bugün mən 10 dəfə insanlara yox deyə bilmədim, amma bir dəfə yox deyə bildim. Bu dünənə baxanda irəliləşdim, dünən 12 dəfə yox deyə bilməmişdim. Qəşəng. Adam deməli özü görür və başlayır onun üzərində işləməyə. Və onun üzərində yavaş-yavaş fərqindəlik aparmaq. Növbəti məsələ, mən bunu hər videoda deyirəm. Deyirəm ki, əgər fərdi inkişaf üzərində işləmək istəyirsən, mütləq özünüz üçün bir dəftər tutun.
Hə. Bu dəftər sizi yazarkən xüsusən sağ əlimiz, sol əlimiz, indi hansı əlimizdən yazırıqsa, bu aktiv hansı beyin yarım kürəmiz aktivdirsə, bəziləri sol əllə yazırlar. Biz yazırıq. Yazan zaman şuuraltımız danışır bizdən. Yazı şuuraltının dilidir. Yazı birbaşa şuuraltıdan gəlib tökülür. Biz onu yazarkən baxırıq ki, aha, burada özgüvənsizəm. Mən suallar yaradıram. Niyə özgüvənsizəm? Nə üçün özgüvənsizəm? Burada mən bu özgüvənsizliyim, dəftəri vərəqləyirəm. 10 gün öncəki özgüvənsizliyimə necə də bənzəyir. Sonra növbəti bir məsələ, bizim yuxularımız. Yuxularımız bizim ciddi şəkildə bizim üçün böyük bir pəncərədir, böyük bir dünyadır. Əgər biz necə bir adam olduğumuzu bilmək istəyiriksə, mütləq yuxularımıza baxmalıyıq. Məsələn, ayaqqabı bizim yuxuda ayaqqabı görən gənc qızlar üçün sevgi münasibətləridir. Nə qəribə. Sevgi münasibətləridir. Və yaxud da ki, mən əgər bir canavar məni bir meşədə qovalayırsa, ya da bir kölgə ilə mübarizə aparıramsa, bu mənim kölgə yanımdır. Canavar isə mənim yalancı mənimdir. Mən böyük bir mübarizə içərisindəyəm. Şuuraltı məndən kömək istəyir. Hə, onda burada balaca bir mötərizə də açaq ki, yəni internetdə yazılan hər yuxu yazması da düz deyil. Yox, düz deyil. Bunu mütləq psixoterapevtlə müzakirə eləmək və bir nəticəyə gəlmək lazımdır. Və yaxud da autogen məşqlər var. Autogen məşqləri 1932-ci ildə Şults yaradıb. Autogen məşq bizim özümüz üçün tətbiq elədiyimiz yüngül hipnoz təlqinləridir. Məsələn, iş müsahibəsinə girirəm, məni həyəcan bürüyür və çəkilirəm bir sakit yerə, gözlərimi yumuram, əllərimi qoyuram dizimin üstünə və gözümün qarşısında bütün o həyəcanı təsəvvür edirəm. Hissi qüvvətləndirirəm sinəmdə, ya qollarımda, ya əllərim titrsə əllərimdə və onu görürəm. Görürüm ki, bir rəng olaraq mövcuddur. Bunu autogen məşq deyirlər. Psixoterapiyada qəşəng qəbul edilmiş texnikalardan biridir. Və həmin həyəcanı özümdən alıb göndərirəm ya bir küləyə, ya bir səmaya. Ondan sonra avtomatik sakitləşdiyimi hiss eləyirəm. Yəni bu baxımdan biz xırda texnikaları tətbiq eləyə bilərik. Yox, əgər biz köklü dəyişikliklər istəyiriksə, biz həyatımızda inqilab eləmək istəyiriksə, inqilab. O inqilab üçün mütləq psixoterapevtə müraciət edirik. Psixoterapevtə müraciət eləmək bizim üçün hansı asanlıqları və hansı məsələləri düzəldə biləcək? Bir, psixoterapevt bu işin ustasıdır. Psixoterapevt bu işin mütəxəssisidir. Psixoterapevt bizi bizdən yaxşı tanıyır. Psixoterapevtin bizə emosional bağlılığı yoxdur. Biz bəzən özümüz haqqında emosional fikirlərə qapılar, özümüzə yazığımız gələr, özümüzə emosional olaraq başqalarını bağışlamaqda və digər məsələlərdə çəkdiyimiz olur. Amma psixoterapevtin heç bir emosional bağlılığı yoxdur və sizin qohumlarınızı və valideynlərinizi tanımadığına görə asanlıqla o travmanın həllində bizə kömək eləyə bilər. Çox sağ olun, təşəkkür edirəm. Növbəti dəfə inşallah başqa mövzulara giriş eləyər ki, görək inşallah kimə nə faydası olar. İnşallah. İnşallah, sağ olun.